Salam, sizə bugün bir ailənin bizə etibarından danışmaq istəyirəm. Hansı ki, bir övlad gəlib, sonra isə digər xalası bibisi uşaqlarını bizə etibar ediblər. Çünki yaxşı nəticə aldı bunun üçün. Bizə əvvəlcə təqid gəlmişdi. 11 get müalicəsinə başladıq, qəşəng bir nəticə aldıq. Ondan sonra isə o bibisi qızı Ləmanı bizə gətirdi. Sonra Ləmanın müalicəsi davam elədiyi müddətdə bizə Məhəmməd gəldi. Məhəmməd də gətirdilər. Məhəmməd həm də bizim yanımıza gələ-gedən stomatologiyanı çox sevdi və artıq o da stomatologiya üzrə tələbədir. Orada oxuyur, həm də indi bizim yanımızda da yəni ki, videolarda görürsünüz. Gəlib bizdə həm də yanımızda asistanlıq eləyir. Sonra ən balaca fərdimiz Nuray gəldi bizim yanımıza. İndi hal-hazırda Nurayda breketlər var. Yəni onda da bitirmişik və sökmək üzrəyik. Ən əsası bilirsiniz mənim üçün nədir? Nurayda biraz işimiz, məsələn, gedişatda biraz problemlər yaşanan nə olanda o nas deyirdi ki, biz sizə inanırıq, narahat